Gəlin biz davam edək. Deməli, bugün biz sizinlə əsas anlayışları, məktəbə qədər təhsil qanununda nəzərdə tutulan əsas anlayışları izah edirdik və bir sıra əsas anlayışlardan artıq biz danışdıq. Qanuni nümayəndələrə qədər bu dərsin əvvəlini mən YouTube kanalıma yükləmişəm. İndi də qanuni nümayəndələrdən sonra yerdə qalan əsas anlayışları sizinlə izah edək və davam edək. Deməli, indi baxaq, qısa müddətli təlim qrupu deyəndə nə nəzərdə tutulur? Qısa müddətli təlim qrupu 1.0.15 15-ci maddə. Əsas anlayışlarda 15-ci maddə 1.0.15 baxırıq. Qısa müddətli təlim qrupu. Bu bizim əsas anlayışlar dərsimizin davamıdır. Deməli, qısa müddətli təlim qrupu deyəndə valideynlərin və digər qanuni nümayəndələrin istəyi nəzərə alınmaqla yaş kateqoriyasına uyğun olaraq uşaqlar üçün qısaldılmış gün rejimi əsasında təşkil edilən təlim qrupudur. Yəni, əslində icma əsaslı təlim qrupu da buna yaxındır. Yəni, günü qısaldılmış. Günü qısaldılmış və bir qrupdur. Bu da icma əsaslı təlim qrupuna uyğun gəlir. İcma demək, yəni həmin ərazidə yaşayan icmanı, ailələri nəzərdə tutulur. İcma, bir məktəbə qədər təhsil müəssisəsinin icması onun valideynləri deməkdir, yəni sadə dillə desək. Yəni valideynlər, məktəbə qədər təhsil müəssisəsinə gedən uşaqların valideynləri, həmin məktəbə qədər valideynləri və uşaqlar birlikdə həmin məktəbə qədər təhsil müəssisəsinin icmasını təşkil edir. Və davam eləyək. Baxaq ki, loqoped kimdir? Loqoped uşaqlarda nitq qüsurları olan zaman onlarla işləyən ali pedaqoji təhsilli mütəxəssisdir. Yəni, loqopedin mütləq ali təhsili olmalıdır həmin sahə üzrə və nitqində müəyyən çətinliklər yaşayan uşaqlara bu baxımdan köməklik göstərməyi bacaran bir mütəxəssis olmalıdır. Və loqopedlər də əlbəttə ki, məktəbə qədər təhsil müəssisəsinin daxilində fəaliyyət göstərirlər. Bəs biz sağlamlıq imkanları məhdud uşaq deyəndə nəyi nəzərdə tuturuq? Sağlamlıq imkanları məhdud uşaq deyəndə xüsusi təhsil şəraitinə ehtiyacı olan, fiziki çətinlikləri olan, əqli və psixi ləngimələri olan uşaqları biz nəzərdə tuturuq. Yəni, həmin uşaqların ola bilər ki, eşitməsində müəyyən çətinliklər yaşayan uşaqlar üçün onların eşitməsini təmin etmək üçün avadanlıqlarla təmin olunmalıdır məktəbə qədər təhsil müəssisəsi və həmin uşaqlar özlərini təcrid olunmuş hiss etməməlidirlər. Həmin avadanlıqlardan əlbəttə ki, biz istifadə etməliyik ki, o uşaqlar da yaxşı eşitsinlər, digər uşaq, həm yaşıdlarını, müəllimlərini eşitsinlər. Digər tərəfdən, indi baxaq, təhsil proqramı, kurikulum deyəndə, yəni kurikulum demək bizim əlimizdəki təhsil proqramı deməkdir. Yəni, təhsil proqramımıza, bir müəllimin dərs keçəcəyi proqrama nələr daxildir? Bura əlbəttə daxildir təlim nəticələri. Yəni, bizim bir il ərzində, bir ay ərzində, bir həftə ərzində, bir gün ərzində, bir məşğələ ərzində əlimizdə müəyyən təlim nəticələri olur ki, həmin təlim nəticəsini qarşımıza qoyub o məqsədə doğru çatırıq. Yəni, həmin təlim nəticəsini qrup daxilində reallaşdırırıq. Bax, bu kurikuluma daxildir. Məktəbə qədər təhsilin kurikulumuna həmin təlim nəticələri və inkişaf sahələri üzrə məzmun standartları, alt standartlar. Bilirdik ki, 4 inkişaf sahəsi var və hər 4 inkişaf sahəsinin də özünün alt standartları var. Bura həm də pedaqoji prosesin əlbəttə ki, təşkil olunması daxildir, təlim nəticələrinin qiymətləndirilməsi daxildir və monitorinqin aparılması sistemini özündə əks etdirən bir dövlət sənədidir. Təhsil proqramı, məktəbə qədər təhsilin kurikulumu. Yəni, təlim nəticələrinin qiymətləndirilməsi də bura daxil olanda, deməli, bir məzmun var əlimizdə, həmin məzmunu uşaqlara öyrədirik, daha sonra onu qiymətləndiririk biz. Qiymətləndirmə də bura daxildir və monitorinq aparırıq. İzləyirik ki, görək, həmin bu sistem özündə nəyi əks etdirir və həmçinin təhsildə inteqrasiya dedikdə. Mən əminəm ki, bu mövzu sizin hər birinizə çox maraqlıdır. İndi biz irəliləyən izahlarımızda da bu mövzuya daha dərindən, həm kurikuluma, həm təhsildə inteqrasiyaya, təlim nəticələri mövzusuna, qiymətləndirmə mövzularına çox daha dərindən yanaşacağıq. Amma indi qanunda bunu sadə olaraq belə izah edək ki, təlimin məzmun komponentlərinin əlaqələndirilməsini təmin edən didaktik prinsip kimi götürürük biz. Müəyyən komponentlərin məzmun komponentlərinin, yəni keçəcəyimiz məşğələlərdəki məzmunun aralarında bir əlaqə yaradırıq. İnteqrasiya buna xidmət eləyir. Və təlimin məzmunu deyəndə nəyi nəzərdə tuturuq? Təlimin məzmunu deyəndə uşaq şəxsiyyətinin formalaşmasına yönəlmiş
bacarıqlar şəklində ifadə edilən təlim nəticələrinin məcmusudur. Ən son olaraq təlimçi, tərbiyəçi müəllim. Bəs tərbiyəçi müəllim kimdir? Tərbiyəçi müəllim uşaqların tərbiyəsini, hərtərəfli inkişafını, məktəbə hazırlıq təlimini təşkil edən və həyata keçirən, məktəbəqədər təhsil sahəsi üzrə ali və ya orta ixtisas təhsili olan şəxsdir. Yəni tərbiyəçi müəllimin funksiyası uşaqların tərbiyəsini həyata keçirməkdir, onların hərtərəfli inkişafını, yəni 4 inkişaf sahəsi üzrə inkişafını təmin etməkdir, məktəbə hazırlıq təlimini təşkil etməkdir və onu həyata keçirməkdir. Eləcə də tərbiyəçi müəllim məktəbəqədər təhsil sahəsi üzrə ya ali təhsil almalıdır, məktəbəqədər təhsil müəssisəsində işləyə bilmək üçün, ya da orta ixtisas təhsilli şəxs olmalıdır. Gələn dəfə biz sizinlə davam edəcəyik. Məktəbəqədər təhsil sahəsində dövlət siyasətinin əsas prinsipləri ilə, həmin prinsiplərlə tanış olacağıq və məktəbəqədər təhsil sahəsində dövlətin vəzifələri nələrdir? Bu məsələyə baxacağıq. Hələ ki biz bugünkü dərsimizdə əsas anlayışları sizə izah etmiş oldum və bu dərsi mənim YouTube kanalımdan ödənişsiz olaraq izləyə bilərsiniz. Əgər bu izah sizə faydalı oldusa, bəyənməyi, şərh yazmağı və kanalıma abunə olmağı unutmayın. Hər birinizə təşəkkür edirəm və qarşıdakı imtahanlarda sizə uğurlar arzulayıram.